Salam. Bir tədqiqatın nəticəsi göstərib ki, qaraciyərdə yağları 2 həftəyə 50% azaltmaq olar. Özü də sadə bir yolla. Hamınızı xoş gördüm. Videomu bəyənib paylaşdığınız və səhifəmə abunə olduğunuz üçün hamınıza əvvəlcədən təşəkkürümü bildirirəm. Bu dediyim fakt zarafat deyil, bu etibarlı bir tədqiqatın nəticəsi olaraq sübuta yetirilmiş bir faktdır. Bu tədqiqatda iştirak edən iştirakçılar 2 həftə ərzində çox ciddi surətdə aşağı karbohidratlı diyetaya riayət etmişlər. Yəni ketogen diyetaya riayət etmişlər. Onlar gün ərzində 30 qramdan aşağı karbohidrat qəbul etmişlər və 2 həftənin sonunda qaraciyərdə olan yağların səviyyəsi 43,8% ortalama azalmışdır. Bu alkoqoldan kənar piylənmə hallarına aiddir qaraciyərdə. Bu tədqiqat nəticəsində bir sıra maraqlı faktlar da ortaya çıxmışdır. İştirakçıların ümumi çəkisi heç də azalmamışdır. Təxminən çəki itkisi 1,8% olmuşdur. Burada qaraciyərdə yağların azalması de novo lipogenezin azalması nəticəsində baş vermişdir ki, bu mexanizm qaraciyərdə iltihabı azaltmış və yağların, karbohidratların yağlara çevrilməsinin qarşısını azalmışdır. Bu mexanizm nəticəsində qaraciyərdə yağların yanması sürəti 5 qat artmış və karbohidratların yağa çevrilməsinin faizi 79,8% azalmışdır. Bu tədqiqat nəticəsində bir sıra maraqlı faktlar da ortaya çıxmışdır ki, iştirakçıların qəbul etdiyi kilokalori heç də az olmamışdır. Gün ərzində 3000 kilokaloriya yaxın olmuşdur. Eyni zamanda bu tədqiqat nəticəsində qaraciyərdə iltihab azalmış, insülin direnci aşağı düşmüştür və fol turşusu istehsal edən bakteriyaların sayı artmıştır. Fol turşusu da qaraciyərdə iltihabı azaldır və insülin direncini aşağı salır. Çox maraqlı fakt ondan ibarətdir ki, bu nəticələr elə eksperimentin birinci günündən başlamışdır. Və hesab edirəm ki, mənim bu videoma baxmaq kifayət edəcək ki, siz günü bugündən vaxt itirmədən keto diyetaya keçəsiniz. Hamınıza can sağlığı arzulayıram. Özünüzdən müayid olun.